1969-cu ilin qışı idi. Məşhədin Rəzəvi hərəminə açılan dar küçələrinin birində elm və təqva nuru ilə yoğrulmuş kiçik bir evdə Seyid Əli Xamneyinin ikinci övladı dünyaya göz açdı. Adını Müctəba qoydular. O dağ təşviqarlığı və mərifət dəryası olan bir atanın ağuşunda boyatmalı idi. Beləcə Məşhəd şəhəri və onun qızıl günbəzi Müctəbanın ilk müəlliminə çevrildi. İllər keçdi. Müctəba gənclik çağına qədəm qoydu. Müharibə alovu İranın sərhədlərini bürüyəndə o Tehrandakı Ayətullah Müstehidi məktəbində dinin əlifbasını və ədəb dərslərini öyrənirdi. Lakin onun ruhu məktəbin dörd divarı arasına sığmırdı. Həlimin Nasirin "Mənə yardım edən varmı?" sədası ucalanda Müctəba qələmini tüfənglə dəyişdi. O 27-ci Muhammed Rəsulallah diviziyasının Həbib batalyonuna qoşularaq əskər libasını geyindi və cəbhəyə yollandı. Müctəba orada dərk etdi ki, həqiqi fiqh təkcə kitablarda deyil, həm də ilahi amallar uğrunda can fəda etmək fədakarlığındadır. Müharibə sona çatdıqdan sonra 1989-cu ildə Müctəba səfər tədarükünü gördü. Mənzilbaşı qiyam və elm şəhəri olan Qum idi. O Həzrət Məsumənin müqəddəs hərəminin kölgəsinə pənah apardı. 3 il boyunca günlərini hücrələrdə, elmi müzakirələrlə, gecələrini isə ibadətlə keçirdi. 1997-ci il onun həyatında iki nurani yolun kəsişdiyi dönüş nöqtəsi oldu. Müctəba elm və şəhadət nəslinin nümayəndəsi olan xanım Zəhra Həddad Adil ilə ailə həyatı qurdu. Birgə ömürlərinin elə ilk günlərində o ikinci dəfə Quma hicrət etdi. Bu dəfəki hicrət sadəcə təhsil deyil, mənəvi kamillik yolunda atılan böyük bir addım idi. Onlar Qumda Kərimə hərəminin yaxınlığında sadə bir həyata başladılar. Məqsədləri böyük bir elm və mənəvi binanın təməlini birgə uzatmaq idi.